Baxın müəllimə, əgər sizə belə bir klasterli, yəni test düşərsə, ümumiyyətlə bu klasteri nəzərə almırsınız. Bunu yox kimi qələm alırsınız və ekranı çəkirsiniz, bu formada sadəcə testin üstündə işləyirsiniz. Məsələn, sizə demir, birinci cümlə, ikinci cümlə, digər cümlələrdə olduğu kimi uyğunlaşdırmanı tələb eləyir də. Eynilə burada da uyğunlaşdırmanı soruşur. Bu A-dır, B-dir, sonra Y-dir, F-dir, G-dir. Bu cümlələrin şərtləridir. Hı hı. Düzdür? Sizin də cəmi 2 dənə cümləniz var. C və D. Və Bəli. şərtlərə baxırsınız, görürsünüz 1 ilə, C ilə, D ilə işləyiblər deyə, siz də birinci cümlənin qarşısına yazırsınız C, D, ikinci cümlənin qarşısına yazırsınız C, D. Bəs görək bu C ilə D olan cümlələrin şərtləri hansılardır? Baxırsınız, fe'l və ədat kimi amonimliyi olan söz işlənib. Çox oxuyan az adam tapılar ki, oxuduğunu dərk etsin. Yəni bu C ilə D sizin cümlələrinizdir. Cümlələrinizin şərtləri isə A-da, B-də, E-də, F-də, G-dədir. Çox oxuyan az adam tapılar. Burada çoxla az bir-birinə antonim deyil, çünki antonim olmaqdan ötürü bu eyni nitq hissəsinə aid olmalıdır. Amma çox oxuyanla bu fe'lə aiddir, bu da az adam sayı aiddir. Biri fe'lə, biri sayı aid olduğu halda biz ona necə antonim deyə bilərik? Bilmirik müəllim. Deməli, bu C-yə A-nı yaza bilmərik. Amma Bəli. D variantında, yəni D cümləsinə baxanda deyirsən, ən yaxşısı C ilə D-yə ad qoyun. Deyin birinci cümlə, ikinci cümlə. İnsanlar o qədər mehriban idi ki, bizə baxıb təbiət də gülümsəyirdi. Biz burada görürük ki, baxmaq sözü, ümumiyyətlə bax, sonra gəl, gör, bunlar həm fe'ldir, həm də ədatdır. Deyirəm, bir bura gəl, orada artıq ədat deyil də, fe'lin özü gəlmək fe'li. Bir də deyirəm ki, gəl məsələn sən mənim işimin tərsliyinə bax, sonra bir mənim işimin tərsliyinə bax. Əgər siz sözü qüvvətləndirirsinizsə, verdiyiniz cümləni daha aydın, təsir edici şəkildə demək istəyirsinizsə, mütləq dərəcədə siz orada ədatlardan istifadə edirsiniz. Deməli, baxdı, gəldi, gördü, harda görsəz fe'l və ədat kimi anonim götürə bilərsiniz. Burada da fe'l və ədat kimi anonimliyi olan söz D-də işlənib, baxmaq. Bax, burada hal-hazırda fe'ldir və o ədatla da amonimdir. Ona görə D-nin qarşısına A yazırsınız. Yəni sizin bu cümlənizə A variantı, A şərti uyğun gəldisə, D-nin qarşısına A yazırsınız. Sonra Y-də deyir ki, məna tayları, ümumiyyətlə B-yə də baxaq, nümunənin daxilində bir-biri ilə antonim olan sözlər işlənib. Nümunə daxili deyərsə, bu cümlənin çox böyük əhəmiyyəti var. Nümunənin daxili deyərsə, sizə verilmiş cümlənin içərisini deyir. Deyir, o cümlənin içərisində, hal-hazırda o cümlənin içərisində bir-birindən antonim olan söz var. Burada dedik, çox oxuyan, çox fe'lə aiddir, az da saya aiddir, yəni insana aiddir də. Biri fe'l, biri say olduğu halda biz ona antonim deyə bilirik. Deyir. Çünki Heç eyni bir halda, bəli. Sonra insanlar o qədər mehriban idi ki, bizə baxıb təbiət gülümsəyirdi. Burada biz, yəni gülümsəməkdir, mehribandır, müəyyən hallarda bir-birini əvəz eləyə bilər sinonim kimi, amma antonim kimi özdəki nümunə daxilində, yəni verilmiş cümlənin hal-hazırda içərisində antonim var deyir. O heç bir cümləmizə uyğun gəlmədiyinə görə siz variantları çıxdaş eləyirsiniz. Görün nə qədər variantınız getdi. Sonra məna taylı, indi bura sizin şərtlərinizdir. C ilə D-yə toxunmursunuz, çünki o cümlələrdir. Keçirsiniz Y-yə. Məna tayları müxtəlif nitq hissəsinə aid olan anonim işlənmiş cümlə. Artıq burada dayanırsınız, çünki 2 dənə şərt verir. Baxırsınız ki, bu baxıb sözün nəzərdə tutulur da. Baxmaq ədat və fe'l. Yəni biri köməkçi nitq hissəsinə aiddir, biri də əsas nitq hissəsinə. Burada dayanırsınız. Deyir, həmin cümlədə xəbərlərdən biri məcazi mənalıdır. Yəni təbiət gülümsəyirsə, siz təbiətin gülümsəməyini görmürsünüzsə, demək ki, bu məcazi mənalıdır. Aydın olur? Bəli. Deməli, ikinci cümlənizin şərti də budur. A, E, indi F-ə də baxdıq. İsim və fe'l kimi anonim olan söz işlənmiş nümunədə, artıq burada dayanırsınız. İsim və fe'l. Bu da ancaq baxıb sözüdür var da. Çünki burada anonimliyi olan bir şey görmədiyimizə görə biz ancaq yenə D-nin üstünə qalıq. Baxmaqda fe'l və ədatda isim və fe'l deyil. Ədat və fe'l yazsaydı doğru olacaqdı. Çünki mürəkkəb fe'l məcazi mənalı. Bu təbiətin gülümsəməyi nəzərdə tutur. İkinci şərtə uyğun gəlir, birinci şərtə uyğun gəlmir. İsim və fe'l yox, ədat və fe'ldir burada. Aydındır? Deməli, F də sizin variantlarınıza uyğun gəlmədiyinə görə, yəni F sizin heç bir cümlənizin şərtini öyrənmədiyinə görə sizə bir də D variantı qalır. Buradan da yazırsınız, yəni yalnız və yalnız qeylin. Sinonimi olan sözlər işlənmiş cümlədə antonimi olan düzəltmə fe'l işlənir. Sinonimi olan sözlər demir həmin cümlənin daxilində sinonim var. Deyir, yəni həmin cümlədə sinonimi olan sözlər var. Məsələn, burada insanlar, adamlar, mehriban, qayğıkeş, gülümsəmək,
təbəssüm etmək falan bitər uyğunlaşdırıb biz ona sinonim tapa bilirik də, düzdür? Və eyni zamanda həmin sözdə, cümlədə düzəltmə fe'l də var. Gülməkdən gülümsəmək. Imsa üstü 4 çəkiltisi var. Bu da bir yerdə götürülür. Gülmək, gülümsəmək, ir burada indiki zamanı çəkiltisi, i'də də hissəcik. Baxırsınız sizin variantda konkret buradan çıxır. D variantı. Aydın oldu? Bəli.